Hər birini salamlayıram, əziz abituriyentlər. Deməli, göndərdiyim sınağınız ana baxırıq. Deməli, bu funksiya və qrafiklərə aid olan yeni sınağımızın, yəni çox gözəl olan bir sınağımızın izahlarını indi verəcəm sizlərə mən. Aha. Deməli, burada nə edəcəyik? Əlbəttə ki, burada əvəz etməklə yazacaq. Yəni, burada mötərəzənin içərisində x plus 1-ə bir dənə t desək, onda x bərabər olacaq t minus 1. İndi aparaq yerinə yazaq da. Yəni, burada fx plus 1 idi deyənə, x plus 1-in yerinə t yazıram. Və təbii ki, burada x da t minus 1 olduğuna görə x-in da yerinə t minus 1 yazıram. X-in yerinə t minus 1 yazıram. T minus 1-in kvadratı çıx. 2 vurulsun t minus 1 plus 1. Bu da oldu t kvadrat minus 2t plus 1 çıx 2t plus 2 plus 1. O da t kvadrat minus 4t 1 ilə 1 2, o da 2 4. Deməli onda ft oldu bu. Ft budursa x ilə əvəzləyirsən olur fx bərabər x kvadrat minus 4x plus 4. Yəni uşaqlar belə olanda əvəzləyirsən də. Yəni buradakı içəriyə bir dənə t dedim. X oldu. Yəni x plus 1-ə t dedimsə x oldu t minus 1. Aparırsan x-in yerinə t minus 1 yazdın, hesabladın, qutardı, getdi. Yazıb parabolanın təpə nöqtəsi 4-cü rübdədir. Sən dərk eləməlisən ki, parabolanın təpə nöqtəsi 4-dədirsə 4-cü rüb buradır. Məsələn, belədir, tutaq ki, qrafik. Çünki qolları da yuxarıda, bunun A-sı müsbətdir. Ümumiyyətlə, bunun A-sı nədir? A-sı 1-dir. X kvartın əmsalına A deyirik. X-in əmsalına B deyirik, mənfi 2-dir. Sərbəst səddi də M-6-dır. İndi 4-cü rüb buradır, bura 4-cü rübdür. Və görsən, təpə nöqtənin X-ına nə demişdik? Təpə nöqtənin X-ına M demişdik. Təpə nöqtənin Y-nə N demişdik. Deməli, burada M böyüdür 0-dan, N kiçikdir 0-dan. Yəni, təpə nöqtənin X-i M-dir, bu da N. İndi burada nə baş verəcək? Burada necə olacaq? M nəyə bərabərdir? Mənfi B bölünsün 2A deyil. Onda indi bir də bir şey deyim sizə. Siz elə bil buradakı bu təpə nöqtənin M ilə bu misalın M-in qarışdırmayın. Yəni orada diqqətli olun, onları qarışdırmayın. İndi bax burada 2 bölünsün 2 bərabər oldu, M1 oldu. Bu təpə nöqtənin M-idir. Bəs N nəyə bərabərdir? N bərabərdir 4AC minus B kvadrat böl 4A. Onda burada da 4AC 4M minus 24 minus B kvadrat bölünsün 4A. Belə. N də budur. N də budur. Bu da kiçikdir 0-dan. Çünki təpə nöqtə 4-cü rübdəsə təpə nöqtənin N-i mənfidir də. Bu da olacaq 4M minus 28 kiçikdir 4 0-ın 0. 4M kiçikdir 28-dən. M də kiçikdir 7-dən. Deməli onda M, yəni o misalın M-i nə olacaq? Buna görə M-in alacağı natural qiymətlər 1, 2, 3, 4, 5, 6. Cəmləyəndə 1, 2, 3, 3, 6, 4, 10, 15, 6, 21. Qəşəng suala bənzəyir. Deməli, fx budur. Amma gfx budur. Yəni burada fx-i aparıb c-nin içində yazanda bunu verir bizə. Başa düşdünüzmü? Fx-i c-nin içində yazanda bax buna bərabər olur. Fx-i, çünki burada fx c-nin içindədir. Fx c-nin içindədir. Onda belə çıxır ki, bizdən c5-in kiçik qiymətini istəyirsə, c5 olması üçün gərək bura nə ola? Bura 5 ola da. Anladınızmı? Yəni c5 nə deməkdir? Yəni bura 5 olmalı. Yəni fx gərək 5 ola ki, bu c5-i tapa bilək biz. Fx-in də 5 olması üçün gərək bunu 5-ə bərabər edək. Buradan da x kvadrat minus 2x. 2-dən də 5 minus 3 bərabər 0. Bu da
x1 bərabər 3-dür, x2 də bərabər mənfi 1-dir. Çünki hasil mənfi 3-dür, cəm 2-dir. İndi gəlin görək biz C5-in kiçik qiymətini istəyir. İndi burada C5 olması üçün fx, yəni bu ifadənin C5 olması üçün fx-ə 5 verməlisən ki, C5 olsun da. Biz də fx-ə 5 verdik, bunu 5-ə bərabər elədik və x2-dən qiymət aldıq. İndi gəlin görək, x-a 3 verəndə bu böyük olacaq, yoxsa mənfi 1. Çünki bizdən C5-in kiçik qiymətini istəyir. X-ə 3 verəndə təbii ki, bu daha böyük eləyəcək. Bax da, X-ə 3 verəndə 3-ün kubu 27, 6 vur 27, çıx, 3 vur 3. Amma burada isə mənfi 1 verəndə isə nə olacaq? Mənfi 1 verəndə isə artıq mənfi 1-in kubu, mənfi 1, 6-ya vuranda mənfi 6, o da plus 3, o da elədi mənfi 3. B variantı. Mənfi 3. Bax bu cür. Yəni kiçik qiyməti o cür. Burada ümumiyyətlə siz yadınızda saxlayın ki, əziz şagirdlər, belə bir qayda var. Belə bir qayda var. Necə deyim? Bunlar yerin dəyişəndə, yəni axı demişdik ki, bir funksiya digərinin tərs funksiyasıdırsa, qiymətlər çoxluğu ilə təyin oblast yerin dəyişir. Yəni bir funksiya digərinin tərs funksiyasıdırsa, qiymətlər yerin dəyişir. Yəni, f üstü mənfi bir AB-yə bərabərdirsə, FB bərabərdir A-ya. Görsən, çünki bu f üstü mənfi 1, bu FB-nin tərsidir də. Bu f-in tərsidir, f üstü mənfi 1. F üstü mənfi 1, f-in tərsidirsə, bunlar yerin dəyişdi. Yəni, A ilə B yerin dəyişdi. İndi burada da həmin söhbətdir. Burada da həmin söhbətdir ki, bunlar yerin dəyişə bilir. İndi burada diqqətlə qulaq as. Bax, burada x-a neçə, məsələn, f üstü mənfi 1 10 deyil. X-a neçə versək 10 olacaq. X-a 2 versək, fikir ver. Bu ifadədə x-a 2 versək nə olacaq? X-a 2 versək olacaq f üstü mənfi 1. X-a 2 verəndə 6 plus 4 10 bərabərdir. X-a 2 verdimsə 4 plus 5 9. Belə. Deməli, f üstü mənfi 1 10 nə oldu? 9 oldu. Çünki yəni x-a 2 verəndə f üstü mənfi 10. İndi qulaq as. Bu 2x plus 5 ilə 3x plus 4 yerin dəyişəndə nə olacaq? Yerin dəyişəndə belə olacaq. F 2x plus 5 bərabərdir 3x plus 4. Çünki bunlar yerin dəyişəndə o f üstü mənfi 1-in tərsi də f. Burada qıraqda yazdığım kimi. Yəni, yenə təkrarlayıram. Bunların A ilə B-ni belə yerin dəyişəndə, bu x ilə y-in təyin oblastı ilə qiymətlər çoxunun yerin dəyişəndə biri digərinin tərs funksiyasıdır. Bu da həmin söhbət. İndi burada da f11-i tapmaq üçün x-a 3 verməlisən də. Burada x-a 3 verəndə f11, x-a da 3 verəndə 9 plus 4, 13. f11 də oldu 13. Su. Bu 9, bu 13, cəmidə 22. Bir funksiya cüt funksiya olduğuna görə yadda saxla ki, cütdürsə deməli təkləri yoxa çıxartmasan. Bu təkdir. X üstü 5 təkdir. X üstü 4 cütdür. X kub təkdir. Bu da sərbəst səthdə cütdür. Deməli, burada məsələ nədir? Bircə saniyə zəng gəlir. Aha. Deməli, indi burada funksiya cüt olduğuna görə biz təkləri yox eləməliyik. X üstü 5 burada təkdir. Təki yox eləmək üçün təkin əmsalı 0 olmalıdır. Deməli, A-5 0 olmalıdır. Buradan da A bərabər oldu 5-ə. Sonra, eyni zamanda buradan x kubu yox eləmək üçün x kubun əmsalı 0 olmalıdır. B-2 bərabər 0, deməli, B bərabərdir 2-yə. Su. Təklər 2 dənə etdi. Su. İndi onda misal nə vəziyyətə düşdü? Fx bərabərdir. Bu 0-a getdi. A-nın yerinə 5 qoyanda 5 üstə 3, 8, x üstü 4. Amma qabağında mənfi var. Yəni, mənfi 8, x 4. Burada da B-nin yerinə də 2 qoyanda 2-dən də 1 çıxanda 1. İndi f mənfi 1-i tapanda gətirib burada x-in yerinə mənfi 1 qoyacaq. Mənfi 1-i 4 dərəcədən qüvvətə qaldıranda 1-dir. Mənfi 8-ə vuran mənfi 8 plus 1 o da eləyir mənfi 7. Cavab D variantı. Burada bax, bu maraqlı bir epizoddur. Yəni, çox maraqlı bir misaldır. Fikir verin bir dənə. Bax, bu f mənfi x çıx fx bərabər 0 var. Burada f mənfi x bərabərdir. Bu fx-i sağa keçirəndə belə olmur. Bax, bu sizə nəyi deyir? Yəni, nəyi göstərir sizdə burada? Deməli, bu cüt olduğunu göstərir. Çünki mənfinin udubdur bu. Deməli, fx cüt olduğuna görə burada da
Burada da nə olacaq? 2x üstü 4 sıx 6x kvadrat. Burada da cüt olduğuna görə mənfini udacaq. Mənfini udur və bu yana keçirdəndə 2 dənə fx bərabərdir 2x üstü 4 sıx 6x kvadrat. Buradan da fx bərabərdir 2-yə də böləndə x üstü 4 çıxılsın 6-nı da 2-yə böləndə 3x kvadrat. Belə. İndi f2-ni istəyir. X-ə də 2 verəndə 2-nin üstü 4 16 çıx 2-nin kvartı 4 üçün 12 o da edir 4. Şu. Bax, yəni bu yuxarıdakı bir yazılış bizə göstərir ki, fx-i sağa keçiriləndə bunun cüt olduğunu göstərir. Bu, məsələn, mən sizə demişdim ki, qrafik ya təpə nöqtə ilə verilir, ya köklə verilir. Burada 3 bunun təpə nöqtəsidir. Çünki görsən, təpə nöqtə x-in üzərindədir. Biz ümumiyyətlə demişdik ki, təpə nöqtə ilə verəndə düstur belətdə a vurulsun. X minus m-in kvadratı plus n. Bu şəkildədir. Bu şəkildədir. Və deməli, burada əziz şagirdlər, m 3-dür. Çünki təpə nöqtənin x-ına nə demişdik? Təpə nöqtənin x-ına m demişdik də. Yəni, burada da görsənir ki, təpə nöqtənin x-i m 3-dür. Amma n 0-dır da. Çünki burada elə bil təpə nöqtə x-in üzərində olanda bunun y-i, yəni təpə nöqtənin n-i 0 olur həmişə. Ümumiyyətlə, yadda saxlayın ki, təpə nöqtə x-in üzərində olanda n 0-dır. Onda buradan da fx bərabər oldu. A vurulsun. X çıxılsın 3-ün kvadratı n-də yoxdur. Bəs a-nı nətər tapaq? A-nı da buradan. Bax, y oxunu burada mənfi 9 nöqtəsində kəsməyib. Deməli, burada y-i kəsəndə x 0 deyil. Deməli, həmin bu 0 mənfi 9 nöqtəsi bu qrafikin üzərindədirsə bunu ödəməlidir. Fx elə y deməkdir. Gətirib bunun yerinə mənfi 9 qoyuram. A vurulsun. X-in də yerinə 0 qoyanda 0-dan 3 çıxanda deməli, mənfi 3-dür kvadratı amma 9-dur. Onda buradan a bərabər mənfi 1. Deməli, onda fx nəyə bərabər oldu? Fx bərabər oldu mənfi x minus 3-ün kvadratı. Onda f6 nə oldu? F6 da oldu. X-ə 6 verəndə 6-dan 3 çıxanda 3-lü kvartı 9-da oldu mənfi 9. Su. Cavab A variantı. Bu şəkildə. Burada deyir funksiyanın qrafiki verilmişdir. Çox ləzzətli bir sualdır. Diqqətli olmaq lazımdır. Birincisi bu cüt funksiyadır. Yəni, bu cüt funksiyadır. Yəni 25 sərbəst həddi x kvadratda cüt funksiyadır. Deməli, nə baş verdi burada? Oldu cüt funksiya. Cüt funksiyanın qrafiki y oxuna nəzərən simmetrikdir. Yəni, cüt funksiya olduğuna görə y oxuna nəzərən simmetrikdir. Belə. Cüt funksiyanın qrafiki y oxuna nəzərən simmetrikdir. İndi, əziz şagirdlər, bunu istəyirsə burada çəkim. Qoy, daha yaxşı mən izah eləməyə çalışım sizə. Belə. Aha. Buna A, B, C-dir. Bax. Burada mən bu dedik bu buna bərabərdir. Mən burada bu koordinat olaraq da bu x-in üzərində olana buna bir mənfi A desəm, bu da müsbət A olacaq da bu simmetrikdir. Onda deməli buradan bura qədər məsafə kimi A-dır. Çünki bu koordinat başlanğıcında 0-dır. 0-dan mənfi A-ya qədər məsafə kimi A-dır. Burada da 0-dan müsbət A-ya qədər məsafə kimi A-dır. Belə, bu da A. İndi burada bir şey var. Burada bir şey var. Bu həmin, məsələn bu gördüyünüz B nöqtəsində bu x, yəni bu C nöqtəsinin koordinat olaraq C nöqtəsinin x-i A-dırsa y-i nədir? Bu funksiyanın özü 25 minus x kvadrat deyil. Deməli, bunun x-i A-dırsa, gətirib x-in yerinə A qoyanda olacaq 25 minus A kvadrat. Yəni, bu C-nin y-i də olacaq 25 minus A kvadrat. Onda deməli, məsələ nə oldu? Məsələ oldu bu şəkildə. Bura oldu 25 minus A kvadrat. Başa düşdünüz? Yəni, buradan bura qədər. Onda deməli, bu düzbucaqlının bu eni də nə oldu? 25 minus A kvadrat. Başa düşdünüz? Yəni, mən nə elədim burada? Məsələn, nümunə kimi göstərim ki, sizə tutaq ki, belə bir funksiya verilib bizə. Bu funksiyanın x-a biz, məsələn, burada tutaq ki, bu funksiya 2x kvadrat çıx 3-dür. Hani biz bu funksiyanın üzərində bir nöqtə götürüb, bu nöqtədə burada məsələn x-a 2 versəm, bunun y-i nə olacaq?
Gətirib burada x-in yerinə 2 qoyacaqsan. 2-nin kvartı 4, 2-nin 8 çıxır 5. Bu da həmin söhbətdə. Yəni burada bizim funksiyamız 25 x kvadratdır. Burada mən funksiyada x-ə a verəndə, bu s nöqtəsinin x-i a-dırsa, gəldi burada bunun y-i də bu nöqtədə 25 minus a kvadrat. Onda 0-dan 25 minus a kvadratı kimi məsafə bu 25 minus a kvadrat, yəni bu məsafə. Onda bunun perimetri nə oldu bu ABCD-nin perimetri? Perimetr deməli bu AB məsafəsi AA 2A-dır, yuxarıda 2A-dır, 4A. Bir də bu AD məsafəsi 25 a kvadratdır, burası da 25 a kvadratdır. Bu da eləyəcək 50 minus deməli 2a kvadrat. Perimetr 34 verib. Onda hamısını sağa keçirdəndə 2a kvadrat minus 4a, 34-dən də 50 çıxanda minus 16. Bu da 2-yə böləndə a kvadrat minus 2a minus 8 bərabər 0. Onda bu da a1 bərabərdir 4-ə, a2 bərabərdir mənfi 2-yə. Hasil mənfi 8-dir, cəmdə 2-dir. İndi burada təbii ki a mənfi olmaz, çünki burada a koordinatı müsbət hissədədir axı. Bu müsbət hissədə mənfi 2 ola bilməz. Həm də aparıb a-nı qoysun, bunun perimetrini tapanda 34 eləmir, 50 eləyir. Yəni perimetr şərtini pozur. Ona görə də ödəmə. Deməli a 4-dürsə, onda a 4-dürsə burada 4, burada 4, 8-dir bura. 25-dən də 4-ün kvadratı 16 çıxanda burada 9. Deməli bu düzbucaqlının bir tərəfi 9, digər tərəfi də 8, sahəsi də 72. Qəşəng misal idi, yəni elə belə bir misal deyildi, ləzzətdir. Burada bir yüngülvari gözəllik var. Deməli məsələ nədir burada? Fikir ver, burada 2-ni çıxardanda yerdə qalır x kvadrat plus x. Burada isə 3-ü çıxardanda qalır x kvadrat plus x. Deməli onda biz x kvadrat plus x-a bir dənə t desək, olacaq f2t bərabərdir 3t plus 7. Belə. Onda f6-nı istəyirsə, biz deməli t-yə burada 3 verməliyik də. Çünki f6-nı tapmaq üçün, yəni funksiya elə bil bu hala düşdü. Onda t-yə 3 versə, burada olacaq f6 bərabərdir. Burada da t-yə 3 verəndə 9 plus 7, 16. Bax bu, bilsən necədir? Burada elə bil necə başa salım onu sizə? Hər hansı bir proqram kimi düşün də. Yəni burada elə bil ki, məqsəd budur ki, bu içəridəki bu ifadəni, yəni bu ifadə burada da var deyənə, indi biz burada f6-nı tapmaq üçün, deməli məsələn burada da elə göstərmək olar. Burada bu x kvadrat plus x-ə nə verməliyik? 3 verməliyik də f6-nı tapmaq üçün. Onda bu x kvadrat plus x-ə burada 3 verdiysə, deməli burada da 3 verməliyik. O da 9 plus 7, 16. Yəni məntiqi oradadır. Burada yazıb ki, parabolanın simmetri oxu x bərabər 3 düz xəttidir. Axı mən sizə bunu əvvəlki o sınaqlarımda da izah eləmişdim ki, simmetriya oxu deyəndə nə nəzərdə tutulur? Simmetriya oxu M nöqtəsidir. Yəni o söhbət təpə nöqtənin M-indən gedir. Yəni o M-in təpə nöqtəsi yoxudur. Bax, oradakı M-dir. Yəni bu bizim misalda da M veriblər. Bununla qarışdırmayın da. O təpə nöqtənin M-idir. Və yazıb ki, bu ifadənin ən böyük qiyməti 4-də, ən böyük qiyməti də n deyil. Axı demişdi ki, a mənfi olanda ifadənin ən böyük qiyməti var, yəni kvadratik ifadədə. Yəni bildiyiniz fx bərabər ax kvadrat plus bx plus c ifadəsində əgər a müsbətdirsə bunun ən kiçik qiyməti var, a mənfidirsə ən böyük qiyməti var. Həmin söhbətdir də bu. İndi amma buradakı bu m-lə n-i bu misaldakı m-lə n-lə qarışdırmayın. Ha, çoxu götür 3-lə 4-ü 7. Bu m-in təpə nöqtələrdir. Bu təpə nöqtənin m-nidir. Amma misaldakı m-in başqa şeydir. İndi biz təpə nöqtənin m düsturuna əsasən bu mənfi b bölü 2a deyil. İndi bizim burada ümumiyyətlə a-mız nədir? Bizim a-mız burada x kvadratın əmsalıdır da mənfi m-dir. b-miz m plus 5-dir. C-miz isə n-3-dür. M 3-dür. Bu da mənfi B. Mənfi B olacaq mənfi m-5 bölünsün. Deməli 2A. Mənfi 2m. O da mənfi 6m bərabərdir mənfi m-5.
O da mənfi 5m bərabər mənfi 5, m də bərabər 1-ə. Bu artıq misaldakı m-dir, 1 oldu. O birisi düsturda da m bərabər 4ac minus b kvadrat böl 4a. n 4'dür. 4ac 4'ü a'ya vuranda, c'yə vuranda. Artıq burada m tapmışıq da 1'dir. Gətirib burada m'in yerinə 1 qoyanda a mənfi 1 oldu. A mənfi 1 oldu, mənfi 4. C'yə də vuranda mənfi 4 n plus 12 minus b kvadrat. B m plus 5'dir. M'in də qiyməti 1 olduğuna görə bu 6. 6'nın kvadratı 36 böl 4a. Mənfi 4. O da mənfi 16 bərabərdir mənfi 4'in. Mənfi 4'in çıx 24. O da 4n bərabərdir. 24'dən 16 çıxanda 14'dən 6, 8, n də bərabər 2'dir. So, n1, n2 cəmi 3, bir dəqiqə. Nəysə səhv elədim mən hesablamada. Mənfi b böl 2a. Mənfi 6m, mənfi m minus 5, mənfi 5m bərabər mənfi 5, m1. N də bərabər 4ac minus b kvadrat böl 4a. N 4'dür. A. M 1'dirsə a mənfi 1, mənfi 4. Vuranda c'yə mənfi, plus, mənfi 4n plus 12 minus b kvadrat 36 böl 4a mənfi 4. Hər şey düz yazıram axı burada. Nəysə, baxacam indi bu sualı. Yazıb fx bütün ədəd oxunda azalan funksiya olarsa aşağıdakılardan hansı ən kiçikdir? Yadda saxlayın. Azalan olanda tərsinə götürürsən. Yəni azalan olanda tərsinə. Ən böyük ən kiçik olur. Ən kiçik də ən böyük olur. Yəni ən böyük ən kiçik olur, ən kiçik ən böyük olur. Tərsinə. Yəni burada yazıb ki, ədəd oxunda funksiya azalan olarsa. Azalandırsa onda hansı ən kiçikdir? F10. Yəni ən böyük ən kiçik olur. Təyin oblast. Ümumiyyətlə, kök altı ifadənin təyin oblastını tapan kimi, yəni necə tapırlar? Kökün altın böyük bərabər 0 götür. Qısa konkret. Onda bunu da sağa atanda olacaq modulca x minus 1 kiçik bərabərdir 5'dən. Bu da x minus 1 kiçik bərabər 5. X minus 1 böyük bərabər mənfi 5. Buradan da x kiçik bərabər 6'dır. X böyük bərabərdir mənfi 4'dür. Deməli, mənfi 4'dən böyük 6'dan kiçik. Y variantı da mənfi 4'dən böyük 6'dan kiçik. Yazıb a-nın hansı qiymətində bu funksiyası mənfi sonsuzluq 1 aralığında azalandır, 1 müsbət sonsuzluqda artan. Ümumiyyətlə, siz bunu bilməlisiniz. Yəni, bunu mən sizə indi qayda kimi də bir izah edə bilərəm. Yəni, siz bilməlisiniz ki, y bərabər ax kvadrat plus bx plus c ifadəsində. Bunu qrafikdən də görmək olar. Qayda belədir ki, əgər a böyük sıfırdırsa, yəni burada vəziyyət dəyişir də, a sıfırdan böyük olanda deməli, indi bir dəqiqə. Burada mən belə yazmayayım, belə eləyim. Bunu başa salım da sizə. A müsbət olanda, tutaq ki, belə bir vəziyyətdə, məsələn, bu şəkildədir. Bu bizim m-dir, m. Deməli, bura mənfi sonsuzluqdur, bura müsbət sonsuzluqdur. Qayda belədir, mənfi sonsuzluqdan m-ə qədər azalır, m müsbət sonsuzluq artır. Qaydadır bu. Yox, əgər a kiçik 0 olarsa, onda isə vəziyyət başqa cür olur. Məsələn, belə bir şey. Bunun təpə nöqtənin m, yəni m burada, bu da n. Bu mənfi sonsuzluq, bu müsbət sonsuzluq. Burada vəziyyət başqa cürdür. Mənfi sonsuzluqdan m-ə qədər, deməli, bu artır, amma m müsbət sonsuzluq azalır. İndi bu misalda da bax, mənfi sonsuzluqdan 1-ə azalır. Bax, mənfi sonsuzluqdan m-ə qədər azalırsa, deməli, 1 bunun m-idir. Çünki yazıb ki, 1 müsbət sonsuzluqda da artır. M müsbət sonsuzluqda artır. Deməli, bunun m-i 1 imiş də, yəni bu m1-dir. Bax, bu qayda. So, m1-dirsə, onda m bərabər mənfi b bölü 2a deyil. m1-dir, mənfi b. Mənfi b. B bunun b-si mənfi 4'dür. Qabağında mənfi 4 bölünsün. 2a.
bərabərdir 1. O da 2A bərabərdir 4. A da bərabərdir 4'ü 2'ye böləndə 2A 2'dir. İndi A'nın hansı qiymətində? 2 qiymətində. Y variantı bu şəkildə. Deyir, azalma aralığını tapın. Ümumiyyətlə, belə deyim də sizə. İndi düzdür, törəmə biz keçməmişik, amma ən gözəli törəmətdə, yəni bunu ümumiyyətlə artma aralıqdır, azalma aralıqdır. Ən gözəli törəmətdə, yəni əgər törəmə böyük bərabər 0'dırsa, deməli o artır, törəmə kiçik bərabər 0'dırsa o azalır. Bunları yaddan çıxartmayın. Törəmə böyük bərabər 0, kiçik bərabər 0. Bununla biz təyin edəcəyik. Bax belə. Çünki başqa cür bunu tapmaq biraz qəliz məsələdir. Başqa cür tapmaq olar, yəni çaşacaqsınız da. Amma törəməni də öyrənəndən sonra çox rahat. İndi bu da kəsrin törəməsidir. Kəsrin törəməsində qayda belədir. İndi törəmənin yaxında keçəcəyik onsuz da. Kəsrin törəməsi belədir ki, surətin törəməsi vur məxrəc. Surətin törəməsi də bu -4'dür. Vur məxrəc. Çıxılsın. Məxrəcin törəməsi vur surət. Məxrəcin törəməsi 3'dür. Vurulsun. 3 minus 4x. Bölünsün məxrəcin kvadratına. İndi bu azalma deyir. Kiçik bərabər 0. Surəti sadələşdirir. -4 minus 12x. Çıx 9 plus 12x. Kiçik bərabər 0. Düz eləyəm də. -4 çıx 12x. Aha. İndi burada məsələ nədir? Bunlar getdi, qaldı -13 kiçik bərabər 0. Deməli bu hər zaman doğrudur. Çünki məxrəc onsuz da həmişə müsbətdir də. Ona görə mən surəti mənfi götürdüm ki, mənfini müsbətə böləndə mənfi edir. -13 də həmişə 0'dan kiçik olduğuna görə deməli bu ifadə həmişə azalır. Həmişə azalır. Bunun qrafiklə də əlavəsini göstərmək olar, amma o biraz uzun çəkəcək. Elə ən yaxşısı budur. Yazıb ki, funksiyanın təpə nöqtəsi y üzərində olduğuna görə x-i kəsdiyi nöqtənin hasını tap. Sən burada dərk eləməlisən ki, təpə nöqtə y-in üzərindədirsə, bu qrafik ya belə olacaq, ya da elə bil qollar yuxarı ola bilər. Əsas odur ki, burada nəyi dərk eləməlisən? Təpə nöqtə y-in üzərindəsə, deməli bunun n-i var, amma m-i 0'dır. Təpə nöqtə həmişə y-in, elə bil təpə nöqtə x-in üzərində olanda n 0 olurdu. Amma təpə nöqtə y-in üzərində olanda m 0'dır. Və buradakı m təpə nöqtənin m-idir. Yəni bu misaldakı m deyil. Misalın m-i başqadır. İndi burada təpə nöqtənin m-i də -b bölü 2a deyil. -b, bunun b-si budur. -b olacaq 4 minus 2. Bölünsün 2a. O da 2 çıx 4'dir. Nə olmalıdır? 0. 0. Yəni m 0 da təpə nöqtə y-in üzərində olanda. Burada da kəsrin 0 olması üçün surət 0 olmalıdır. M2. İndi M2 aparıb yerinə qoyuram. M-i yerinə 2 qoyuram. 2, 2'nin 4. 1'dən 4 çıxanda -3x kvadrat. M-i yerinə 2 qoyanda bu getdi. 2, 3, 6 çıx 2, 4. İndi yazıb ki, x-i kəsdiyi nöqtənin hasilini tapın. Əlbəttə ki, x-i kəsəndə nə 0 olur? X-i kəsirsə, y 0 olmur. Y-i 0 bərabər eləyir. Çünki yəni x-i kəsirsə, y 0'dır. Y-ə 0 verəndə olacaq 3x kvadrat bərabər 4. X kvadrat bərabərdir 4 bölü 3. X də bərabərdir 2 bölü kök 3. Bir dənə də mənfisi. Bunların da hasili eləyəcək. Mənfi 4 bölü 3. Mənfi 4 bölü 3. C variantı. Burada əziz şagirdlər, biz nə demişik? Demişdik ki, x oxunu kəsən nöqtəyə kök deyilir. X oxunu kəsən nöqtəyə. Yəni -6 burada bunun köküdür. 2 də bunun köküdür. Çünki ümumiyyətlə funksiyanın qrafiki x oxunu kəsəndə o həmin nöqtələr kökdür. İndi bizim bu misalda bir tətbiq eləsəm, x1 ilə x2'nin cəmi bərabərdir c bölü a. x1 ilə x2'nin də hasili bərabərdir -b bölü a. İndi burada x1 ilə x2'ni toplayanda -6 ilə 2'ni toplayanda -4.
hasilləri də mənfi 8-dirsə, yox, mənfi 12-dirsə, mənfi 6-nı 2-yə vuranda, onda B bölünsün A bərabərdir 12. İndi bizdən soruşulur, C çıxıb B bölünsün A soruşulur. Onda bu da olacaq C böl A çıxılsın B böl A. C böl A mənfi 4-dür. Çıxılsın B böl A da 12-dir. Bu da edir mənfi 16. Mən deyəsən o birisi sınaqda izah edəndə burada hesablama səhv edib Y variantı demişdim. Olur da arada bir hesablama səhvləri olur. Deyir qiymətlər çoxluğunu tapın. Biz hamımız bilirik ki y bərabər kök altda ax kvadrat plus bx plus c ifadəsində əgər a böyük 0 olardısa qiymətlər çoxluq bu düsturla tapılırdı. Kökeni müsbət sonsuzluq. Əgər a mənfi olarsa qiymətlər çoxluq belə tapılırdı ki 0-dan kökenə qədər. İndi burada bunun a-sı nədir? X kvadratın əmsalına a deyirik. X-in əmsalına b deyilir. Sərbəst sətdə də c-dir. N olacaq 4ac 52 minus b kvadrat bölünsün 4a. O da 12-dən 6 çıxanda 6-dır. 4-dən 36-nın 4-dən 9. Onda nə olacaq? Olacaq kökeni müsbət sonsuzluq. Yəni kök 9 müsbət sonsuzluq. O da eləyəcək 3 müsbət sonsuzluq. C variantı. Baxaq bu suala. Qəşəng suala bənzəyir. Deməli C-ni aparıb F-in içində yazanda bunu verir bizə. Yəni C-ni F-in içində yazan. İndi deməli buradan belə başa düşmək olar ki C funksiyası kvadrat funksiyadır. Bilirsən niyə görə? Çünki axı F-i burada xətti funksiya verib. Amma C-ni F-in içində yazanda bu kvadratik funksiya verirsə, deməli Cx kvadratik funksiyadır. Yəni Cx bu şəkildədir. Ax kvadrat plus bx plus c şəklindədir. Çünki bu şəkildədir ki, aparıb bu fx-dakı x-in yerinə yazanda bu kvadratik ifadə olub da. İndi f cx-i tapanda nə edəcəksən? Cx elə bil ki, budur. Bilmirəm də əmsallarını. Əsas odur ki, bilirəm format budur. İndi cx gətirib burada cx-in qiymətini yazanda indi bizim f funksiyamız bu deyil. Biz mürəkkəb funksiya nə idi? Mötərizənin içərisində yazılıbsa aparıb x-in yerinə qoymurduq. Gəlin bu ifadəni aparıb x-in yerinə yazaq. Olacaq ax kvadrat plus bx plus c bir də plus 3. Və bu fcx də nəyə bərabərdir? X kvadrat plus 3x plus 1. Onda belə çıxdı ki ax kvadratdır, bu da x kvadratdır. Onda belə çıxdı ki a 1-dir. Bu bx-dir, bu 3x-dir, b 3-dür. Bu c plus 1, c plus 3'dür, bu da 1'dir. C bərabər 1-dən 3 çıxanda mənfi 2'dir. Onda cx nə oldu? Cx hansı hala düşdü? ax kvadrat, yəni x kvadrat plus 3x minus 2. X kvadrat plus 3x minus 2. Yox. Bu. Bu şəkildə. Plus 3x minus 2. Deyir funksiyası x oxunu koordinat başlanğıcına görə simmetrik nöqtədə kəsir. Deməli necə? Funksiyası x oxunu koordinat başlanğıcına görə simmetrik nöqtədə kəsirsə. Onda belə çıxır ki, qulaq as. Bax cümlə çox super sualdır ya. Elə belə sual deyil. Gözəl bir sualdır həqiqətən də. Yəni elə belə bir şey deyil. Yazıb ki, x oxunu simmetrik başlanğıcına görə koordinat başlanğıcına görə simmetrik nöqtələrdə kəsirsə, onda belə çıxır ki, bu şəkildədir. Yəni bunun təpə nöqtəsi düz y-in üzərindədir. Çünki x oxuna görə koordinat başlanğıcı budur da, koordinat başlanğıcına görə, yəni x oxunu koordinat başlanğıcına görə kəsirsə belə bu deməkdir ki, yəni bu məsafələr bərabərdir. Onda əgər bu məsafələr bərabərdirsə, deməli təpə nöqtə y-in üzərindədir ki, o simmetrik koordinat başlanğıcına nəzər simmetrikdir. Vəssalam, təpə nöqtə koordinat başlanğıcında, yəni y-in üzərində olanda bunu bayaqlar izah elədim. Nə sıfırdır? M, yəni o təpə nöqtənin m-i sıfırdır. Bununla da məsələ bitdi. Çox gözəl bir sualdır. Yəni təpə nöqtənin m-i sıfırdır. Təpə nöqtənin də m-i mənfi b bölü 2 adına tapılmırdı. Mənfi b, mənfi 3m çıx 9 bölünsün 2a bərabərdir 0. Buradan da yəni mənfi 3m çıxılsın 9 bərabər 0. Buradan da 3m bərabər mənfi 9, m də bərabər mənfi 3. Bu c misalın m-idir. Onda y bərabər oldu. Bu getdi, oldu x kvadrat.
M-in də yerinə mənfi 3 qoyanda mənfi 21 çıx 4, mənfi 25. Onda burada da x-i kəsən nöqtədə y-ə 0 verəcəyik. X-i kəsdiyinə görə. Bu da bərabərdir. Bir dəfə müsbət 5, mənfi 5. Yəni belə, mənfi 5, müsbət 5. Deməli, buradan bura qədər 5-dir. Buradan bura qədər 5-dir. 10. Cümlə. Deməli, mən sizə bayaqları izah elədim ki, əgər fx bərabərdir, fa bərabərdir b-dirsə, əgər bunun tərsini tapanda bunlar yerini dəyişir. B ilə A yerini dəyişir. İndi burada nə olacaq gör? Burada nə olacaq? Deməli, biz bu x-3 ilə 2x plus 1-in yerini dəyişsək, x-3 ilə, onda tərsini tapmış olacaq bunu. Yəni, f üstü mənfi 1, f üstü mənfi 1, 2x plus 1 bərabərdir x-3. Başa düşdünüz? Yəni, bax bu şəkildə. Yəni, bunların yerini dəyişsək, tərs tapmış oluruq. Sonda buradan f üstü mənfi 1 5-i istəmir. Deməli, onda 2x plus 1 5 olması üçün x-a 2 verməliyik də. X-a 2 verəndə 5 olur. X-a da 2 verəndə 2-dən 3 çıxanda mənfi 1 oldu belə. D variantı. Yazı funksiyanın qrafiki verilmişdir. Yadda saxlayın ki, x oxunu kəsən nöqtəyə kök deyilir. Deməli, burada mənfi 3 nöqtəsində kəsib, mənfi 3 bunun köküdür. Mənfi 1 nöqtəsində kəsib, mənfi 1 bunun köküdür və 4 nöqtəsində kəsib, 4 bunun köküdür. Və burada da yazıb ki, f2x minus 1 bərabər 0. Mən, yəni burada yazılanlar bu mənfi 3-dür, mənfi 1-dir, 4-dür. fx-in kökləridir. Bizdən də bu tənliyin köklərini hasıdır. İndi biz gördük ki, bu ifadəni hansı qiymətlər sıfıra çevirib? Mənfi 3, mənfi 1, 4. Və burada da baxıram ki, 2x minus 1 də bu ifadəni, bu f funksiyasını sıfıra çevirib. Belə çıxır ki, 2x minus 1 bu tənliyin kökünə bərabər olmalıdır. Çünki biz göstərdik ki, fx-i sıfıra çevirən qiymətlər yalnız bunlardır. Bu 3 dənə qiymətdir. Yəni, kökü də axı sıfıra çevirir. Deməli, onda 2x minus 1 ya mənfi 3-dür, ya mənfi 1-dir, ya da 4-dür ki, bunu sıfıra çevirir. Onda 2x bərabərdir mənfi 3 plus 1 mənfi 2, o da x bərabər mənfi 1. 2x bərabər 0, x bərabər 0. Buradan da 2x bərabərdir 5-ə. X də bərabər 2,5. Onda köklərin hasili elədi 0. Çünki bir dənəsi 0-dırsa 0. Süqdadir. Bu şəkildə. Burada indi qulaq as. Bu da bayaqki sual tipindəndir. Bilsən burada məsələ nə yerdədir? Aha. Bax. Bir dəqiqə, bu nətər sualdır? Maraqlı sual. Burada yazıb f m-k. Bir dəqiqə, bunu zaryadka qoyum. Zaryadka azaldı. Artıq 19% qalır. Aha. Zaryadkaya qoşduq, davam edək. Nə deyir bizdə burada? O birisilərə baxım, qaydacam. Vaxt itirmirəm. Qaydacam indi. Çox qəşəng bir sualdır bu sual. Yazıb ki, x bərabər 2 düz xəttdə bu parabolanın simmetriya oxudur. Bax, mən izah elədim axı. Simmetriya oxu nə idi? Simmetriya oxu m idi. Yəni, x bərabər 2 bunu simmetriya oxudsa, deməli, bu təpə nöqtənin m-i 2-dir. Qulaq as. f9 99-da f mənfi 5. Bax, qrafik bu şəkildədir. Bax, belə. Təpə nöqtən, bunun təpə nöqtənin m-idir, 2-dir. Bax, f9, 9 buradadırsa, mənfi 5 də buradadır. Bilsən niyə görə? Çünki bu simmetriya oxudursa, deməli, buradan bura qədər, mənfi 5-dən 2-yə qədər 7-dir. Gördüyün kimi 2-dən də 9-a qədər 7-dir. Görsən, deməli, 9 buradadırsa, mənfi 5 də buradadır. Çünki axı bu söhbət fx funksiyasından gedir və bu simmetriya oxu nə deməkdir? Bunlar bərabər olmalıdır. İndi f9 99-dursa, deməli f mənfi 5 də 99-dur da. Çünki bunlar simmetrikdirlər axı. Simmetrikdirlər. Qutardı getdi. Bu şəkildir. Yəni, əsas o da o simmetriya oxu. Yəni, mənfi 5-in bura düşdüyün gərək biləsən də. Bu 9 buradadır.
Mənfi 5-də bunun simmetriyasına düşür. Çünki 7, 7. Yazıb funksiyanın mənfi olduğu aralığı tapın. Funksiyasının mənfi olduğu aralıq tapın. Ümumiyyətlə, əgər bizə bir qrafik verilibsə, qrafikdə x oxundan aşağı düşən hissələr mənfi hissələr adlanır. Yəni, qrafikdə x oxundan aşağı olan hissə mənfidir. Yəni, burada fikir ver, qrafik mənfi sonsuzluqdan gəlir mənfi 6-ya qədər. Fikir verdiniz. Mənfi sonsuzluqdan mənfi 6-ya qədər. Sonra bu mənfi 1-dən 2-yə qədər bu aşağı düşüb, x oxundan aşağıda. Bir də bu 5-dən getdi də müsbət sonsuzluğa doğru, bu aşağı düşüb də. Ona görə bu mənfi hissələr oldu. Mənfi sonsuzluq, mənfi 6, mənfi 1, 2, bir də 5 müsbət sonsuzluq. Yazıb funksiyanın qrafiki paraboladır. Ümumiyyətlə, əgər qrafik paraboladırsa, deməli, qrafik hansı haldadır? Ax kvadrat plus bx plus c halındadır deməli. Çünki parabola deyəndə bu nəzərdə tutulur. İndi burada yazıb f0 bərabər mənfi 12. Onda gətirib burada x-lara 0 verəndə bu s olur. O da mənfi 12-dirsə, deməli s bərabər mənfi 12. İndi buradan yazıb ki, f3 də f7-yə bərabər. İndi burada f3 nə deməkdir? f3 tapanda x-a 3 verirəm. 3-ün kvadratı 9a plus 3b plus s də mənfi 12-dir də. Buradan da f7-ni tapaq. 7-nin kvadratı 49a 7b plus s də mənfi 12-dir. İndi bunlar bir-birinə bərabər deyil, f3, f7. Bunlar bir-birinə bərabərlik. 9a plus 3b çıx 12. 49, burada 49a plus 7b idi. 49a plus 7b çıx 12. Bunlar getdi. 49a'dan 9a çıxanda 40a. 7b'dən də 9a çıxanda 7b'dən də, daha doğrusu 7b'dən də 3b çıxanda 4b bərabər 0. 4-ə də böləndə 10a plus b bərabər 0. İndi f10-u istəyirsə, gətirib burada x-in yerinə f10 qoyuruq. f10-u tapanda da olacaq 10-un kvadratı 100a, 10-u b-yə vuranda 10b plus c. İndi buradan 10-u çıxardanda qalır 10a plus b. Bu c də mənfi 12-dir. İndi bu 10a plus b 0-dır. Yəni 10-u 0-a vuranda 0, 0-dan da 12 çıxanda mənfi 12. B variantı. Burada yazıb funksiyanın qrafiki parabola. Yadda saxlayın, əziz şagirdlər. Əgər funksiyanın qrafiki paraboladırsa, deməli o kvadratik funksiyadır. Çünki yalnız kvadratik funksiyanın, yəni yalnız kvadratik funksiyada qrafik paraboladır. Yəni kvadratik funksiyanın qrafikinin adı paraboladır. Onda x-in kvadratı olmalıdır. Deməli orada x kub ola bilməz. Yəni kub funksiyasının qrafiki parabola deyil. X kub olmaması üçün deməli x kubun əmsalı 0 olmalıdır ki, bu olmasın. Onda m2 oldu. Onda gətirib m-in yerinə 2 qoyanda görək hansı hala düşür. M-in yerinə 2 qoyanda 2-2-nin bura olur. 2-2-nin 4, 4-dən 4 çıxan 0, o da 1 olur. Bura olur 1. Yerdə qalır mənfi 8x üstündə 5-in çıx 8. Burada 1, bu da 1, 2. İndi deməli bu kvadratik funksiyası, deməli bunun qüvvəti 2 olmalıdır. 5n bərabərdir 10, n də bərabərdir 2. Gətirib n-in yerinə də 2 qoyanda mənfi 8x üstündə 2 plus 2. So, n2, m də 2, cəmi 4. Yəni, indi kvadratik funksiya oldu. Yazıb sabit funksiya olarsınız. Mən axı bunu sizə dərslərə izah eləmişdim. Demişdim ki, əgər bu kəsir şəklindəki funksiya sabit funksiyadırsa, deməli onda x-in əmsallar nisbəti bərabər idi sərbəst hədlərin nisbətinə. Onda buradan da çarpaz vuranda 3a bərabərdir mənfi 24, a da bərabərdir mənfi 8. Yazı funksiyası sabit funksiyadır. Əziz şagirdlər, sabit funksiya o deməkdir ki, orada dəyişən ola bilməz. Dəyişən yoxdur. Deməli, orada x kub ola bilməz. X kub olmaması üçün x kubun əmsalı 0 olmalıdır. Eləcə də orada x də ola bilməz. Onda 2a plus b minus 4 bərabər 0. a 2 olduğuna görə 4-dən 4 b də 0. Onda fx hansı hala düşdü? Fx oldu. A plus b plus 5. A 2-dir, b 0-dır. Üstə də 5, 7. İndi fx 7-dirsə,
Bizə deyir F5. F5 də 7-dir. F10 da 7-dir. F1981 də 7-dir. Çünki sabit funksiyada, yəni sabit funksiyada x-in qiymətindən asılı deyil. Yəni sabit funksiya x-dan asılı deyil. X-ə nə versən ver, elə eyni qiyməti alacaqlar. Onda 3-ünün cəmi də 20-dir. Yazıb A nöqtəsi cüt funksiyanın üzərindəki hər hansı bir nöqtədir. Aha. Əziz şagirdlər. Bax, birincisi bu fx cütdürsə, f-2 ilə f2 deməkdir. Çünki cüt funksiya mənfini udur. İndi fikir ver, buradakı bizim cüt funksiyamızda da bu A nöqtəsi də bu cüt funksiyanın üzərində deyil. Bu A nöqtəsi cüt funksiyanın üzərindədirsə, deməli bunun x-i 2-dir, y-i b-3-dür. Bu səhv düşür. Y-i b-3-dür. Deməli, burada da f2 5 deyil. Yəni burada x-dir da bu y. Deməli onda x ilə 2, deməli onda b-3 də bunun y-in verməlidir də 5. Onda b də 8 oldu. Bu cür. Aha, yəni əziz şagirdlər, burada əsas məsələ sizi çaşdırmaq üçün, yəni bu f-2 ilə f2 deməkdir. Çünki cütdür. Və burada da sənə x-a 2 verib, y-də b-3 verib və sənə də deyir ki, bu nöqtə bunun üzərindədir. Bunun üzərindədirsə, deməli x-a 2 verəndə bu da y olmalıdır. Yəni 2-dirsə, deməli bu y-də 5, yəni b-3 5. Burada da yazı funksiyası verilmişdir. Fx bərabərdir bunun tərsinə. Bu bunun tərsinə bərabərdir. Aha. Bax, belə deyim də sizə. Bunun tərsini necə tapacaqsınız? Bax, birinci bunun gərək tərsini tapaq. Fx ümumiyyətlə nə deməkdir? Fx y deməkdir də, yəni. Bu da 3x plus 1 bölünsün x minus a minus 2. İndi biz burada tərs tapanda nə edirdik? X-i tapıb y-nin yerini dəyişmirdik tərsini tapanda. Çarpaz vururam. Olacaq x, y, çarpaz vururam. Minus a, y, minus 2 y. 3x-i də atıram bu yana, 1-i də atıram bu yana. Çarpaz vurdum. Sonra da 3x plus 1-i sola attım. İndi burada biz nəyi tapmalıyıq? Biz burada tapmalıyıq x-i də. Məqsədim x-i tapmaqdır. Burada x, y var. Burada çıx 3x var. X-i çıxardanda qalacaq y minus 3 x. Bərabərdir. Bu da a, y bu yana keçir. 2y də bu yana keçir. A, y 2y bu yana keçir. 1 də bu yana keçir. Onda x də bərabər oldu. A, y çıx 2y plus 1 bölünsün y minus 3. X-i tapdım. Y-lə də yerin dəyişəndə bu da oldu ax minus 2x plus 1 bölünsün x minus 3. Bu da bizim f üstü mənfi 1 x-imiz. Bu cür. Belə. İndi əziz şagirdlər, bunlar bir-birinə bərabər olmalı. Yəni bu bizim f-x'imizdir. 3x plus 1 bölünsün x minus a minus 2. Bu da bizim ax minus 2x plus 1 bölünsün x minus 3. İndi burada nə edəcəyik? Əlbəttə ki, çarpaz vurub həll eləməliyik də. 3x-i x-ə vuranda 3x kvadrat. 3x-i mənfi 3-ə vuranda mənfi 9x. Deməli, 3x-i 3-ə vuranda mənfi 3x-i 3-ə mənfi 9. Aha. 1-i x-ə vuranda x, 1-i mənfi 3-ə vuranda mənfi 3. Sonra hələ burada nə qədər var? X-i ax-a vuranda ax kvadrat. X-i mənfi 2x-ə vuranda mənfi 2x kvadrat. X-i 1-ə vuranda x. Deməli, mənfi a-nı vuranda ax-a mənfi ax kvadrat. Mənfi a-nı ax-a vuranda 2 kvadrat niyə olur? Ax. Mənfi a-nı mənfi 2x-a vuranda müsbət 2x. Mənfi a-nı 1-ə vuranda mənfi a. Mənfi 2-ni ax-a vuranda mənfi 2ax. Mənfi 2-ni 2x-a vuranda müsbət 4x. Mənfi 2-ni 1-ə vuranda mənfi 2. İndi burada 5x kvadrat. 5x kvadrat. Yox, 5x kvadrat deyəm.
Hədə 5x kvadrat. 2x kvadratı atdım bu yana. Burada mənfi 9-u x-in üstünə x gələndə mənfi 8x-dir. Mənfi 8x-dir. Yəni bu da x-dən x getdi la. Burada 2x var, 4x var. 2x odur, 6x'dir. Bu yəni ki, mənfi 15x'dir. Çıx 3 var burada. Burada da ax kvadratdır. Ax kvadrat. Mənfi ax, bu da mənfi 2ax, mənfi 3ax. Sonra da mənfi açıq 2 var da burada. Mənfi açıq 2. Deməli, burada x kvadrat 5-dir, onda belə çıxır ki, bir dəqiqə, burada mənfi 15x çıxır. Aha. Burada x kvadratın əmsalı 5-dir, burada x kvadratın əmsalı a-dır, a5 oldu. Burada x-in əmsalı mənfi 15-dir, burada a5-dir. Burada a5-dir. a5-dir. Amma burada diqqətli olmalıyıq. a5-dir, hə. Burada plus alınmalıdır. 5-dən 2 çıxanda 3 eləyir. Yəni, tərsini tapdım. Sonra da bərabərləşdirib çarpaz vurdum da. Yəni, qısa konkret. Bir dəqiqə sonra bu qalmışdı. Görə bu nə deyir? Bizi yorur burada. Yazıb ki, funksiyası üçün bu fərqini tapın. M-K. M-K. X-a vursam olacaq. K orası. Funksiyası üçün fərqini tapın. Hə, bax, bunun məntiqi nədədir? Əziz şagirdlər, biz əgər burada, bax, çox gözəl məntiq var burada. X-a 1 versəm, bura nə olacaq? Olacaq f. X-a 1 verdiyinə görə k plus m. X-a 1 verdiyinə görə 18 çıx 12, 6 plus 5, 15. Görsən, bu tapıldı. X-a mənfi 1 də verəndə burada. X-a mənfi 1 verəndə olur mənfi k plus m, yəni m minus k. Mənfi 1 də verəndə 18 plus 12 plus 5, o da 18, 35. Sonra bizdən də f m minus k 35-dir. Bu isə 11-dir. 35-dən 15 çıxanda 24. Gördün nə? Asan bir sual imiş. Bir də 10-cu sualda idi. Ha, burada bunu işləmişdik də keçən gün. Deməli, 3 bunun təpə nöqtəsi simmetri oxu diskatisi M3-dür. Ən böyük qiymətdə N4-dür. M bərabər mənfi B bölü 2-dir. Mənfi B mənfi M minus 5 böl 2A. 2-ni A mənfi 2. 2A mənfi 2M. Çarpaz vuranda mənfi 6M bərabər mənfi M minus 5. Bu da mənfi 5M bərabər mənfi 5. M1. M1-dirsə, aparıb M-in yerinə 1 qoyanda mənfi 1, 1 üstə 5, 6, C-də M minus 3-dür. N də 4AC, 4AC, 4-ü A-ya vuranda 4-ü mənfi 1-ə vuranda mənfi 4, C-yə də vuranda mənfi 4N plus 12. Çıx B kvadrat, B də 6-dır. 36 böl 4A mənfi 4. Mənfi 16 mənfi 4N, hə, burada mənfi 4N çıx 24-dür. Hə, səhvim var da burada. Mənfi 4N bərabər mənfi 24 plus 10 mənfi 8, N mənfi 2-dir. N mənfi 2-dir. N mənfi 2-dir. Onda cəmləri də bunun. Niyə burada səhv verir? Mənim bütün əsəblərimi körlədi. Bir saniyə. Aha, gördüm. Mən yuxarıdakı M-ə gedirəmi? Bununla qarışdırmalı deyiləmi, əziz şagirdlər? Bununla qarışdırmalı deyiləmi? Bu təpə nöqtənin M-nidir. Qarışdırdım mən də. Bu misalın M-i 1-dir. Bu da N-i mənfi 2. Cəmidə mənfi 1. Belə. Super suallar idi. Hamısını izahını verdi. Həqiqətən də çox gözəl suallar idi. Növbəti bu cür sualların izahında görüşənədək sağ olun, salamat qalın.